Salam, bugün sizə söz verdiyim kimi detoks suyunu paylaşıram. Axşamdan çay dəmləyirik. 1 qaşıq yaşıl çayı və 2 paket səna çayını böyük bir stəkanda dəmləyirik. Əgər sizin mədə bağırsağınız normal şəkildə işləyirsə və yaxud da süd verən analara səna çayını bura əlavə etməyi tövsiyə bilmirəm. Çünki bu sizin gün ərzində mədə bağırsağınızı çox işlədir və bu detoksu edərkən çalışın ki, evdə olasınız, yəni evdə olduğunuz günlər edin. Axşamdan çayımızı dəmləyirik və səhər duran kimi suyumuzu hazırlayırıq. İlk öncə çayı süzürəm böyük bir qaba. Hardasa 1 litr, yarım 2 litrlik bir qabda hazırlayın və gün ərzində bunu içib bitirin. Sonra üzərinə 1 litr qazlı su əlavə edirəm, biraz duz əlavə edirəm. Duzu da maqnezium ehtiyacımızı qarşılamaq üçün əlavə edirik və yarım limonun suyunu əlavə edirik. Mən az istifadə edirəm limonun, çünki allergiyam var. Əgər sizin allergiyanız yoxdursa və aşağı təzyiq probleminiz yoxdursa, istəsəz 1 limonun suyunu da əlavə edə bilərsiniz. Və qalan hissəsini adi filtr suyu ilə doldururuq. Bu şəkildə gün ərzində bunu içib bitiririk. Mən bunu soyuducuda saxlayıram, çünki soyuq şəkildə içmək daha rahat olur.